Bugün insanlar ayakta olan hər hansı bir problem olduqda birinci növbədə masaj deyilən bir proseduraya müraciət edirlər. Ayaqlardakı ağrıları masajla aradan götürmək olarmı? Bu suala bir mənalı cavab vermək çox çətindir. Çünki əgər bu oynaqla, sinir sistemi patologiyasından, onurğa beyni xəstəlikləri ilə əlaqədarsa da, bəli, burada köməklik göstərə bilər. Amma venoz damarlarda xəstəlik varsa, bu çox hallarda biz venoz xəstəliyi çox yayıldığından insanlarda buna rast gəlinir. Venoz damarlarda masaj etmək məsləhət deyil. Bir mənalı olaraq bilməlisiniz. Bunun üçün daha müasir üsullar var, daha effektli üsullar var ki, venoz patologiyanın qarşısını ala bilər. Çünki əgər damarda hər hansı bir problem, xüsusilə də venoz damarda tromb varsa, siz o trombun ürəyə doğru ötürülməsinə şərait yaratmış olarsınız. Və yaxud da masaj etdikdə həmişə yadınızda saxlayın. Masajı mərkəzdən periferiyə doğru aparmaq lazımdır. Beləliklə də masajı etməmişdən qabaq ağrının mənbəyini, mənşəyini bilməyiniz məsləhətdir.